Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Azərbaycan Prezidentinin sərəncamına əsasən əmək pensiyalarının ölkə üzrə əmək haqlarının ötən ilki illik artım faizinə uyğun olaraq, yəni 5,7% indeksləşdirilərək artırılması təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqədar şöbəsinin müdiri Elman Babayev xəbərə doğrunun sorğusuna cavab olaraq bildirib ki, sərəncama əsasən əmək pensiyasının indeksləşdirilərək artırılması pensiyaçıların 1.236.000 nəfərinə və ya 94%-nə şamil olunub. Sərəncam bir sıra kateqoriyalardan olan pensiyaçılara şamil olunmur ki, həmin kateqoriyalar əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunun 20-ci maddəsində göstərilir.